1995-ci ildə ümumxalq səsverməsi yolu ilə Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə qəbul edilmiş konstitusiyanın formalaşması və inkişaf etdirilməsi istiqamətində o əsasların təmin edilməsi istiqamətində dövlətimizin apardığı hərtərəfli fəaliyyət bugün hüquqi dövlətin tam şəkildə formalaşmasına gətirib çıxarmışdır. Əlbəttə ki, konstitusion müddəalar inkişaf etdirilməlidir və bunu nəzərə alaraq Azərbaycan dövləti hüquqi dövlətin inkişaf etdirilməsi, hüquqi dövlətdən sosial dövlətə keçid və eyni zamanda da ən vacib elementlərdən biri hüquqi dövlətin vətəndaş cəmiyyətinin formalaşması istiqamətində atdığı addımlar çox yüksək qiymətləndirilməlidir. Yəni, suverenlik dövlətin haqqıdır. Bu, beynəlxalq hüququn bir prinsipidir. Dövlətlərin suveren bərabərliyi. Yəni, suverenlik dövlət hakimiyyətinin, dövlətin bütün ərazisində qüvvəsi, müvafiq normativ hüquqi aktların dövlətin bütün ərazisində bərqərar olması və fəaliyyət göstərməsidir. Və uzun müddət Azərbaycan Respublikası məhz Ermənistan tərəfindən beynəlxalq cinayətlər hədəfində olmuşdur. Və bu beynəlxalq cinayətlər həm təcavüz, həm soyqırımı, həm insanlıq əleyhinə cinayətlər, həm müharibə cinayətlərinin törədilməsi və Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyası qətnamələrinin yerinə yetirilməməsi bu kifayət qədər bu dövlətlərin suveren bərabərliyi prinsipinə böyük bir təhdididir. Və Azərbaycan beynəlxalq cəmiyyətin bu qətnamələrinin yerinə yetirilməsini məhz özü təmin etdi. Və Azərbaycan dövləti bir daha göstərdi ki, beynəlxalq təşkilatların qərarları yerinə yetirilməlidir. Buna hörmətlə yanaşılmalıdır. Və ona görə də o suverenliyin bərpa edilməsi Azərbaycan dövlətinin beynəlxalq cəmiyyətə olan böyük bir töhfəsidir. Vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi məhz xüsusi olaraq nəzərə alınmalıdır. Və Azərbaycan dövləti o hüququ dövlətin formalaşması istiqamətində vətəndaş, dövlət və cəmiyyət münasibətlərinin inkişaf etdirilməsində atdığı addımlar mən hesab edirəm ki, burada ən vacibdir və bu da bilavasitə insan hüquq və azadlıqlarının təmin edilməsinə yönəlmişdir.